Baxın, adətən biz şəfaət məsələsini izah eləyəndə necə izah eləmişik? Boylaman möminlərdən soruşuram. Bu möminlər sizdən şəfaəti soruşanda, yəni bizim təsəvvürümüzdə şəfaət budur. Məsələn, bir nəfər, özə misal da gətiririk də, deyirik ki, hə, görürsən, uşağı imtahanda tapşırmaq üçün bir dənə hörmətli adam gedir, tapşırır, hə? Belə demirik, hə, tapşırır, ondan üzündən keçmir falan. Sanki məsələn, mən qiyamət günü mənə aparacaqlar cəhənnəmə, mən orada deyəcəm ki, ya Rasulallah, və yaxud ya Ali, mənə kömək ol, o da Allahdan xahiş eləyəcək, mənə görə bunu bağışla, o da deyəcək ki, yaxşı, bu 2 almışdı, mən bunu sənə görə 3 eləyərəm, bu da getsin Bizim şəfaati təqdim eləməyimiz budur. Budur əzizlərim, bəlkə. Biz hamımız belə bilirik də, cəhənnəmə gedəcək, imtahandan kəsiləcək qiyamətdə, qiymətimizi artıracaq, onlar artıracaqlar biz üçün bir bal, 2 bal, biz gedəcəyik cənnətə məsələn, bağışlanacaq. Sən də bu cür təqdim eləyəndə bu təqdimatı da irad eləyirlər. Deyirlər ki, yaxşı, əgər Allah birinci hökm ki, mənim barəmdə vermişdi, o ədalətli hökm idi, yoxsa yox? Əgər ədalətli hökm idisə, ədalətindən necə? İkinci hökm nədir? Ədalətlidir, yoxsa yox? Nə oldu? Həm o ədalətli oldu, həm bu ədalətli oldu. Yoxsa elə Allah əvvəldən bilirdi ki, sən şəfaat eləyəcəksən. Elə əvvəldən sənin nə mənası vardı? 2 versin, sonra desin ki, 3 yazıram sənə. Elə əvvəldən şəfaati nəzərə alardı, bir də vəli sonda qiymət. Və s. o qədər suallar verirlər buna. Orada da bizim cavanlarımız da qalır aciz. Baxın əzizlərim, bizim şəfaət təqdimatımız yanlışdır. Şəfaət təqdimatımız yanlışdır. Şəfaət məsələsi mən bugün deyim, şəfaət yalvarışla deyir, sən Allah mənə qiymət yazdır, deyir Allah yanındakı şəfaət. O şəfaətə deyərlər təkvini şəfaət. Təkvini şəfaət nədir? Qulaq as. Allah insanda həm fiziki baxımdan naqisliklər var. Məsələn, insan susuzlayır, təbii olaraq. Gərək su içsin, susuzluğu aradan geçsin. İnsan acır təbii olaraq. Gərək çörək yesin, nə olsun? Aclığı aradan geçsin. Hə? Yaxşı. İndi biz susuzlayanda və susuzlayan vaxtı su içəndə sudan xahiş edirik ki, sən Allah mənim susuzluğumu yatızdır. Allah onu elə xəlq eləyib, yaradıb ki, bizim susuzluğumuzu aradan aparsın. Allah artıq onu elə yaradıb. Daha sən ona desin də, deməsin də, xahiş eləsin də, eləməsin də, yaradılışdan onun xüsusiyyəti budur. Deməli, bax, məndə susuzluq adında bir naqislik vardı. Su mənlə birləşdi, ya düzəlir cüt. Mənlə birləşdi, nə oldu? Həmən naqislik aradan getdi. Mən susuzluğum yatdı. Oldu şəfaət. Deməli, su mənim susuzluğum üçün şəfaətdir. Yemək, çörək mənim aclığım üçün nədir? Şəfaətdir. Yəni, birləşir, gəlir üstünə, aradan naqisliyi aparır. Amma mən çörəkdən xahiş eləmədim. Allah onu belə yaradıb. Bura qədər aydındırsa keçirik mətləbə. İndi necə bizim fiziki baxımdan, bədən baxımızdan naqisliyim var, mənim ruhi baxımdan da naqisliyim var. Ruhi baxımdan da ətəşim var, susuzluğum var. Ruhi baxımdan da aclığım var. Ruhi baxımdan da təkamüldən qalmışam. Orada da Peyğəmbər və Ali Peyğəmbər vasitəsilə kamilləşirəm, susuzluğum gedir arada. Daha mən demirəm, ya Rasulallah, sən Allah, mən kəsilmişəm. Yo, Allah onları belə yaradıb, belə xəlq eləyib. Necə susuzluq yatızdırır, Peyğəmbər və Ali Peyğəmbər də bizim mənəvi naqisliyimizi kamilləşdirəndir. Sən an verirəm Allah, sən bunu şəfaati belə izah eləsin. Buna nə irad eləyərlər buna? Nə irad eləyəcəklər buna? Yo, mən razı deyirəm, səndən soruşan olmadı ki, sən razısan, yoxsa yox. Səndən biz məsləhət alırıq ki, susuzluğumuzu yatızdırsın, yoxsa yox ki, bunu da səndən məsləhət alar. Allah belə yaradıb, istəsin də, istəməsin də. Allah Peyğəmbər və Ali Peyğəmbəri belə xəlq edib ki, onlar insanlarda olan, bəşəriyyətdə olan, nəinki bəşəriyyətdəyi, varlıq aləmində olan, tək insan yox. Sən onları təkcə insana aid eləsin, günəş, ay, ulduzlar, bütün varlıq aləmində olan mövcudat səndən şikayət eləyər, deyir, sən nə danışırsan?
Onlar səndən qabaq biz onlara xatir xəlq olunmuşuq. Biz onların nurundan xəlq olunmuş. Sən nə danışırsan? Bunları özünüzki eləmə. Bunlar bizim hamımızındır.